Xoş gördük, əziz dinləyicilər. Artıq Türkiyəyə üçüncü Rusiyaya məxsus olan puanın göndərilməsi bütün təhlükəsizlik sistemində demək olar ki, bir refleks oyatdı və bu günləri Azərbaycan da daxil olmaqla, Türkiyə də daxil olmaqla yalnız və yalnız bunu müzakirə edirlər. Nədir bu? Nədir bu, nə deməkdir? Rusiya niyə belə eləyir? Türkiyə ilə münasibətlər yaxşıdırmı? Düzdür. Azərbaycan mətbuatında da biz, Azərbaycan segmentində də biz yenə də nala muxav vuran və Rusiyanın tərəfini saxlayan kifayət qədər taxtabaş görürük. Bundan işimiz yoxdur. Amma nə baş verir? Bu nə deməkdir? Mən illərdir bugün həm Türkiyənin tənqidi ilə, həm Türkiyənin İsrail tənqidi ilə, Qəzza tənqidi ilə və Ukrayna tənqidi ilə etmişəm. Çox insanlar da məni buna görə qınayıblar. Türkiyəni sevənlər, Ərdoğanı sevənlər, filankəsi sevənlər. Amma mən həqiqətləri deməyə çalışmışam həmişə və Azərbaycanın o bəzi konspiroloqları kimi nalamuxa vurmağa çalışmamışam. Əsl həqiqəti göstərmişəm. Bu günləri Azərbaycan televiziyasında da görürsən ki, Ramaldonov kimi bir siyasi ekspertlər bildirir ki, hansı Rusiyada qüvvələr ola bilər ki, bunu etsin. Hansı qüvvə? Bugün Rusiyada Putindən böyük qüvvə mi var? Bu günləri Rusiyada Putinin sözünün üstünə söz deyən bir qüvvə mi var? Sən nəyi nalamuxa vurursunuz? Bəsdirin cəmaatla məzələndiniz, bəsdirin bu milləti aldatdınız boş yerə. Nə baş verir? Mən bunu izah etməyə çalışacağım. Və xahiş edirəm, mən illərdir bunu ki deyirdim. Bax, indi gəldik o məsələnin üzərinə çıxdıq. Bu günləri mən Türkiyənin İsraillə müttəfiq olmalı olduğunu və Qəzzadan əl çəkməsi olduğunu deyirdim. Buna görə məni tənqid edirdilər, mənim üstümə hürüşürdülər. Bugün Türkiyənin özündə belə Azərbaycanın Sokar şirkətini vuranlar, onun qarşısında miting eləyənlər yadlarından çıxıb ki, bu günləri İsraillə Misir 35 milyard dollarlıq qaz müqaviləsi imzalayıb. Niyə səsi çıxmadı? Nə oldu Qəzza? Qəzza sizə mi qaldı? Bu günləri əlbəttə ki, orada məzlumiyyət var, amma 1000 dənə Qəzza qurban olsun Türkiyənin təhlükəsizliyinin T hərfinə. İndi nə baş verir? Gəlin bunu izah eləyək. Bu günləri Türkiyə regionda təkdir. Həqiqətən müttəfiqsiz qalıb və Rusiya da bunu görür. Münasibətlər yaxşıdırmı? Hə, münasibət yaxşı deyil, məcburi yaxşılıqdır. Bu nə yaxşı ola bilər ki, Rusiya ilə Türkiyənin münasibəti? Türkiyə ilə Rusiyanın münasibəti Suriyada necə olmuşdu? Bir-birini qırmırdılarmı? Və yaxud da Qafqazda, və yaxud da hər yerdə. Türkiyə ilə Rusiyanın münasibətləri bəllidir. PKK-nı Türkiyəyə görə hazırlayan kim idi? Bugün Rusiya idi. Bugün Rusiyanın zəifləməsi nəticəsində PKK zəifliyi, PKK Türkiyə ilə danışıqlara getdi. O Suriyada müəyyən işlər gördü Türkiyə. Bunu niyə yaddan çıxarır? Amma bugün Türkiyə müttəfiqsiz qalır və Rusiya öz dişini göstərməyə çalışır. İndi mən burada bəzi təhlükələrdən danışacağım. Əvvəla buna baxaq. Bugün Türkiyənin regionda müttəfiqi varmı? Təkcə bir dənə müttəfiqi var Azərbaycan. Ondan başqa heç bir müttəfiqi yoxdur. İran müttəfiq deyil. Ərəblər hamısı Trumpa qulluq eləyirlər. İsraillə münasibətlər bərbad. Bu günləri isə Misir gedir İsrailə 35 milyard dollarlıq qaz müqaviləsi imzalayır. Nə oldu? Aha, deməli burada heç bir müttəfiq yoxdur. İkinci müttəfiq keçə Qərbə, Avropa ilə Türkiyənin münasibəti necədir? Çox bərbad. 10 gün bundan əvvəl Ərdoğan bildirir ki, 50 ildir bizi siz qıraqda saxlayırsınız, amma demirdi ki, biz ora layiq deyilik, amma demirdi ki, orada insan hüquqları var, biz onu eləmək istəmirik. Onu da özündən çəkdi qırağa. Qərbsiz də qoydu Azərbaycan Türkiyəni. Halbuki Türkiyəyə ən böyük yardımı elə Suriya məsələsində, MİQ məsələsində Qərb durmuşdu Türkiyənin. Pisdir, hə, ola bilsin pisdir, amma ən yaxşı pisdir. Ən pis, bütün pislərdən ən yaxşısı odur. Türkiyə Qərbdən də müttəfiqsiz qaldı. 2. Trumpın başı özünə qarışıb, deyir, pulumu verginə nə istəyən eləyinə çəkilmişəm qırağa, heç mən NATO-da deyiləm. Deməli, Rusiya NATO-dan Trump vasitəsilə Amerikanı çəkdi qırağa. 2. NATO-nun ən böyük gücü Türkiyədir. Və Türkiyə qalıb indi ortada müttəfiqsiz. Və Rusiya burada 2 addım atır. Türkiyənin təhlükəsizliyinə təhdid etməli 2 addım atır. Birinci, Qafqazda və Orta Asiyada və Suriyada olan məsələlərdə artıq öz dişini göstərdi. Bildirdi ki, Azərbaycanlarda, Türkiyəlilərdə, Orta Asiyada belə bir fikir vardı ki, Türkiyə bizim müdafiə edir, Türkiyə bizim müttəfiqimizdir. Bildirdi ki, müttəfiqizi təzədən keçirdin dişizdən. Sizin müttəfiqizin mən puan zərbəsi vururam, o qorxur deməyə ki, bunu Rusiya edir. Halbuki bu günlərdə artıq məcbur oldular. Çünki Türkiyəyə düşən puanı Türkiyə xalqı özü dedi ki, bu Orleondur. Artıq Türkiyədə məcbur oldu hökumət səviyyəsində bunu etiraf etsin.
İkinci məsələ, Azərbaycan kimi dövlətlər artıq sual altına düşür ki, bəli, bu gün mənim müttəfiqim olan Türkiyə özünü müdafiə edə bilmir. Rusiya onu təhdid edir, amma heç bir cavab verə bilmir. Orta Asiyada vəziyyət bəllidir. Orta Asiya zaten bu məsələdə pafosdan uzaqdır. O 12 milyard dollar Avropa ilə münasibət qurub, o 500+1 formatı ilə Amerika ilə münasibətlər qurub və öz işini görür. Çünki bilir ki, onun təhdid edən Rusiya və Çin var, onu ciddiyə alır. O boş-boş pafosla, ey Qəzza, ey Netanyahu, elə işləri yoxdur onların. Onlar normal öz işlərini görürlər. Azərbaycan hökuməti deyirlər. Azərbaycan hökuməti təhlükəsizlik məsələsində yenə də fikirləşəcək ki, Rusiyanın zəifləməsi nəticəsində Rusiya Qafqazdan və Orta Asiyadan gedib. Bugün zəif olan Rusiya belə Türkiyə ilə bu formada danışırsa, güya münasibətlər də yaxşıdır. Demək ki, bu nə deməkdir? Bildirir ki, sənin müttəfiqin heç güclü deyil. Bu mesajı verir. İkinci mesaj nədən ibarətdir? İkinci mesaj ondan ibarətdir ki, Rusiya deyir ki, NATO'nun ən böyük gücü deyir Türkiyə. Türkiyə qarışsa belə olar. Baxın, NATO'nun ən böyük gücü nədir? Mən dişimi keçirdim. Bax, görürsünüz, bunları necə parçalamışam. Bugün Türkiyə özünü Avropadan kənarda qoyub, Amerika zaten burada deyil və qalıb tək tənha. Regionda da heç bir müttəfiqi yoxdur. Rusiya bunu göstərmək istədi. Buradan da bir zərbə vurmuş oldu. Amma biz nə deyirdik? Biz həmişə deyirdik ki, müttəfiq məsələsində ciddi olmaq lazımdır. Azərbaycanın uğuru da onun müttəfiqlərində idi. İsrail, Pakistan, Türkiyə. Və Azərbaycan bu sokarın qabağında necə deyərlər, o siyasi, dini çaqqallıq edən Türkiyə tərəfdə onlara uymadı. Amma bugün o çaqqallar yoxdular. İsrail-Misir müqaviləsində yoxdular. Bu məsələdə biz çəkildi ki, bizim müttəfiqimiz olmalı. Bugün Türkiyənin müttəfiqi yoxdur. Və Rusiya bu mesajları ötürür və Türkiyəni zəlil gününə qoyub, Türkiyə özünü zəlil gününə qoyub. Çünki iqtisadi bərbaddır. Bugün Türkiyə Rusiyanın üzərinə gedə bilmir. Ona görə pomidorunu almazlar, xiyarını almazlar. 5 dənə sarı qulaq turist gəlməz Türkiyəyə, çünki Türkiyənin vəziyyəti çox bərbaddır. 1 evro 30 liraya dönüb və Türkiyə özünü Avropadan da kənarda qoydu. Mən niyə görə deyirdim İsraillə müttəfiq? Mən niyə görə deyirdim Avropa Birliyi ilə müttəfiq olmaq lazım? Ondan kənara çıxmaq olmaz. Sən Avropa Birliyindən çəkilərsən, sənin evi yıxarlar, səni bu vəziyyətə qoyar Rusiya və səni dünyaya biabır eləyər. Bu günləri əlbəttə ki, Orleonu yerə salmaq çox asandır. Türkiyədə minlərlə firqəçi var. Bircə dənə cübbəli Əhməd Hoca öz sarığını atsa, Orleonu yerə sala bilər. Bu problem deyil. Amma Türkiyənin xarizması çizilir. Mən bunu deyirdim. Avropa 60% ticarətinin büdcəvi formalaşdıran Avropaya necə kənara dura bilərsən? Nə var, orada insan haqları var, sən də bunlara əməl qoymursan. Mən buna görə deyirdim, dövlətin, xalqın bəkası məsələsi vardı. Ona görə Avropanın yanında olmaq lazımdır. Çünki Avropa ən pis vəziyyətdə Türkiyəyə kömək eləyən tərəfidir. İnanın mənə, Türkiyədə partlayışların, PKK partlayışlarının hamısını eləyən Rusiya idi. Rusiyanın zəifləməsi Türkiyəyə sərf edir. Ukraynanın udması Türkiyənin təhlükəsizlik məsələsidir. Çünki Rusiya qalib gəlib bu zəifliklə belə bunu edirsə, Rusiya yaralı belə vəziyyətdə çıxarsa müharibədən Türkiyənin başını ağrıdacaq. Yenə də Suriyada Kürdləri silahlandıracaq. Bugün Kürdlər niyə görə dayanıblar? Çünki artıq Rusiya tərəfdən dəstəyi yoxdur. Və ona görə müəyyən mənada Türkiyə iş görə bilirdi Qafqazda və Orta Asiyada. Baxın, artıq Azərbaycan da Orta Asiyada düşünməyə başlayır. Mənim müttəfiqim belədir. Son vəziyyətdə məni müdafiə edə bilməz. Ona görə də ağır davranacaq. Bax, bunu mən deyirdim həmişə ki, bugün Türkiyə Avropa Birliyinin yanında olmalıdır. Bugün Ukraynadan çəkə bilməyənlər, az qala bu puanı Burkina Faso atıb belə deyənlər, hətta Ukraynanın boynuna belə ata bilərlər. Yəni bu boyda özlərini gülünc vəziyyətə qoyanlar. Səhərdən axşama qədər firqə təəssübkeşliyi keçirdən Türkiyə mətbuatı bir dənə də olsun Rusiya barədə deyə bilmir. Rusiyanın dillərini açıb deyə bilmirlər. Çünki Türkiyə iqtisadi çox ağır vəziyyətdədir və müəyyən mənada o Rusiyanın da pomidor xiyar məsələsini sata bilməsə, oradan turisti gəlməsə çox ağır vəziyyətə düşə bilər. Görürsünüz, Rusiya necə Türkiyəni ağır vəziyyətə saldı və təklədi. Bax, bu gün yenə də çıxış yolu nədir? Ukrayna çıxış yolunu göstərir. Rəşadətli Ukrayna ordusu Aralıq dənizində artıq donanmaya zərbə vurur. Xəzər dənizində hərbi gəmiyə zərbə vurur və demək olar ki, Krımın ərazisində olan panserlərə, deməli MiG-27-lərə, O-1-lərə zərbə vurur və dayanmır. Əslində bütün dünyaya mesaj verir. Mənim yanımda olmaq lazımdır. Türkiyə bu günləri Türkiyənin bəkası Rusiyanın belini sınmaqla ölçülür. Türkiyə Avropa Birliyinin yanında olmalı, özlərini toparlamalı və Ukraynanın yanında sərasər durmaq lazımdır. Ukrayna işi görür, sadəcə olaraq bütün dünyanın, bəşəriyyətin vicdanı onun yanında olmağı tələb edir. Həm də bu Azərbaycan və Türkiyənin də təhlükəsizlik maraqlarına daxildir. Təşəkkür edirəm diqqətinizə görə.